Salam əleykum. Aydan xanım sizsiniz də, hə? Salam, bəli, mənəm. Siz də yəqin maşınımı almaq üçün gəlmişdiniz. Hə, elə ona görə gəlmişəm. Elanda 11.000 yazmışdınız. İndi mən maşına baxıram, axırda qiyməti razılaşarıq. Razılaşarıq, problem deyil. Bəs bu elanda göstərdiyinizdən 12 kilometr çoxdur axı. Hə, çünki sürüb bura gətirmişəm də. Sürüb bura gətirmisiniz. Onda qiymətdən 1200 manat çıxıram. 1200 manat? Bəli, bəli. Çıxın da, çıxın. Yaxşı. Təkərlərin vəziyyəti necədir? Yaxşıdır? Yaxşıdır, hə? Təzə dəyişmişəm. 4 mövsüm təkərlərdir. 4 mövsüm təkərlərdir deyəndə ki, qış qurtarır, lazım deyil, qaldı 3 mövsüm. Ona görə də 400 manat da belə çıxıram. 400 manat, 400 manat çıxarlar birdən. Siz əlinizi şüşəyə vurdunuz. 100 manat da belə çıxıram. Başa düşmədim. Bunu maşın.az saytında satışa qoymuşdunuz, hə? Hə, orada test atılır ona görə. Əla. İnternetə girib maşınınızın elanına baxmışdım. 10 manatda internet pulu çıxıram sizdən. Xanım, bu maşın üçün sizə son təklifim 8500 manatdır. Necə təklifdir, hə? 11.000-dən 8.500-ə düşdünüz, hə? Nə olacaq? Satmıram, ev Necə yəni satmısınız? Yaxşı, gəlin 8550 verirəm. 8550.